Almaniyalı Berti Fox'un Azərbaycandakı qeyri-adi sərgüzəştləri davam eləyir. Bu dəfə Fox tənqid olunan yox, tənqid edəndir. Yazıcı Qismət Rüstəmovun qələmə aldığı bir təxəyyül məhsulu Fox'un vəkilinə müraciət etməsi ilə nəticələnib. Dostlarımın hamısı mənə eyni sualı verirlər. Azərbaycan necə yerdir? Mən də hamısına eyni cavabı verirəm. Buranı sevirəm. Bura mənim tənhalığımın paytaxtıdır. Bu sətirlər Berti Fox'un gündəliyindəndir. Futbol Press saytında dərc olunan Fox'un gündəliyində Alman mütəxəssisin Azərbaycandakı fəaliyyəti, futbolçular və ümumiyyətlə cəmiyyətlə bağlı fikirləri yer alıb. Qismət Rüstəmovun qələmə aldığı bu yazı bir anda gündəmi zəbt elədi. Daha sonra aydınlaşdı ki, bu reallıqdan uzaq olan bir təxəyyül məhsuludur. Yazının birinci hissəsini yazanda o qədər belə özüm də inanmazdım ki, bu qədər əksiyada doğura bilər mətbuatda. Məqsəd Berti Fox'un məhrəmində hansısa nələrsə açıqlamaq ya Berti Fox'u təhqirləmək deyildi. Daha çox dünyaca məşhur bir Almanın, Azərbaycan milli yığmasının baş məqsədi Fox'un gözündən Azərbaycan insanına baxmaq idi. Yəni bu bir ədəbi fənd idi, amma görünür indi biz hələ o qədər kitab oxumuruq ki, ədəbi fəndlə, belə deyək, uydurma ilə, virtuallıqla reallığı qarışdırılır. Fox bunu şəxsiyyətini təhqir etməyə yönəlmiş bir məlumat kimi qəbul edib və məsələnin hüquqi müstəvidə həll olunması üçün vəkili ilə danışıb. Yazının dərc olunduğu saytın rəhbəri Elçin Cəlilov isə Fox'un iddiasını əsassız sayır. Məhkəmə predmeti olacaq heç bir şey yoxdur yazıda. Çünki bu Qismətin qeyd elədiyi kimi bir ədəbi fəndidir. Bunun üçün sadəcə bir-iki kitab bədii mütaliə olmalıydı ki, anlayasan burada əslində şarjdır. Bir mövzunun şarjıdır. Burada Berti Fox və Azərbaycan futbolu. Üçüncü mövqe kimi isə Azərbaycan ümumilikdə götürsək cəmiyyəti bir belə də yumor obyekti kimi müzakirə olunub və yazı alınıb. Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Mikail Nərimanoğlu'nun fikirlərini öyrəndik. Hal-hazırda milli komanda ilə birlikdə Dubayda olan Nərimanoğlu jurnalistin məhkəməyə verilməsinin əleyhinə olduğunu bildirdi. Fox'un tərcüməçisi bir yazını oxuyub, Fox'un müraciət məlumat verir, Fox'u qərar belə verir. İstənilən jurnalistə qarşı hər hansı tədbir görülməsinin bir mənana qarşı əleyhinəyəm. Mətbuatda heç kimizdə təhqir olunmağının da tam nəticəyin əleyhinəyəm. Fox sonra demir ki, onu məhkəməyə verirəm, deyil. Fox vəkilimə dədir bu məsələni hüquqi müstəvidə araşdıracam. Mən fikirləşmirəm ki, bu yazıda təhqir elementi var konkret Fox'a qarşı və bu məndə yalnız gülüş doğurur. Yəni bir situasiyanın özü mənə çox absurd gəlir və doğrudan da məhkəməyə vermək fikir varsa, bu artıq ikinci bir zarafatdır. Mənim üçün daha gülməli bir vəziyyətdir. Qeyd edək ki, iki hissədən ibarət olan yazı geniş əks-səda doğurdu və əksər portalların manşetini zəbt elədi. Fox'un jurnalisti məhkəməyə verib-verməyəcəyi isə yaxın günlərdə aydınlaşacaq.